Vallahu samad, lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Bu böyük siyasi bir mənaya daşıyan ayədir, fəlsəfi ayədir. Bu ayədə Allah məfhumu demək olar ki, bəşəriyyət üçün açılır. O, müsəlmana müraciət edir. Deyir ki, de, Allah təkdir. Yəni, sözsüz ki, Allah məfhumu tək olar. Vallahu samad. Samad sözü böyük, güclü, möhtəşəm və s. çox mənalı bir sözdür. Yəni, Allah olduqdur, qüdrətlidir, bəli. Ləm yəlid və ləm yulad. Bu, Allah məfhumunun tam mənşəyini açır. Deyir, nə doğulubdur, nə də doğubdur. Yəni, bu ilahi qüvvədir. Bu, insana bənzər bir qüvvə deyil. Bunu insanlaşdırmaq düzgün deyil. Və ləm yakun lehu kufuven ahad. Və ona oxşar da dünyada heç bir şey yoxdur. Baxın, görün, bu 4-5 sətirdə Allah məfhumu nə qədər güclü və nə qədər, məsələn, açıq aydın açılıbdır. O biri surə, bunu da hamı bilir, hamı deyir, amma hamı mənasını daşımır. Məsələn, bu Fatihə surəsi. Oradakı olan o gözəl sözlər. Məsələn, deyir, Allaha müraciət edir, dua edir. Deyir ki, ehdinə siratal müstəqim, siratal ləzine ən'amtə aleyhim, qeyrəl məğdubi aleyhim, və lə dallin. Müsəlman Allaha müraciət edir, deyir ki, məni sənin deməli mərhəmət etdiyin, yaxşılıq etdiyin insanların yolu ilə apar, düz yolla apar. Qəzəb etdiyin insanların və azğınların yolu ilə mənə aparma. Nə qədər gözəl, nə qədər güclü duadır bu. Duanın mahiyyəti gözəl. Bəli, ona görə məsələn müsəlman bunun mahiyyətini başa düşüb, dərk edib Allaha müraciət edəndə o daxiləndə güclü olur və məsələn o xalq üçün və İslam dini üçün hər bir məsələn hər bir addıma, hər bir işə hazırdır. İslam adı ilə mən Əlcəzairdə xidmət etmişəm. Mən Əlcəzair xalqına böyük hörmətim var. Əlcəzair xalqı 1 milyon qurban verdi. İslam bayrağı altında Fransanın əleyhinə vuruşaq. Bu dəqiqə məsələn Çeçenistanda Çeçenlər Allaha, İslama olduqca sadiq adamlardır. Özlərini mücahid elan edib ölümdən qorxmadan döyüşürlər. Bütün dünya bilir ki, onlar kimi cəsarətli döyüşkən bəlkə də yer kürrəsində yoxdur. Cəmil Sidqi Əz-Zahavinin belə bir misraları var. Ənə lə yəs'alu anni əhədun hinə əğib, ənə kər-rəhməti məfqudun və kəl-haqqi qarib. Çox vaxt bizim reallıqları düşünəndə, nəsə bu misralar da xatirimə gəlir. Deyir, mən o insanam ki, dünyadan gedəndən sonra bəlkə də məni heç kəs yad etmədi. Ona görə ki, mən mərhəmət kimi unudulmuş bir məfhumam və haqq kimi qərib bir insanam. Çox belə dərin mənaya malik bir deməli şeirdir.